Selam dostlar, tekrar öz kanalınıza hoş gəlibsiniz. Burası gördüğünüz kimi Kanazawa şəhridir. Japonun bir dana təqribən bir balaca şəhərlərindən biri. Burası Kanazawa Station'dır. Bu nərmət həsmimimiz beləsidir ki, buradan gedək Shirakawa-go. Bir dana kətdir Shirakawa-ya. Buradan otobusla 1 saat 10 dəqiqəlik yoldur. Bu Shirakawa-go çox görməli bir şəhridir, çox qədimidir və UNESCO da oranı puşeş verib ki, heç bir şeyin əvəz eləmək olmaz. Səqfi zadı oranın samandandır ki, qar ki gəlir ora biş az hədd qar yağır. Ona xatir o puşiş versin, yəni qoymasın ki, çox ağırlıq eləyə səqf. Məsələn, uça, tökülə yer. Bəs bahəm olaq, gedək və bu şəhri balaca kənddir, yəni demək olar bu balaca kəndi ətrafın hər haracan imkan olsa sizlərlə bahəm görək. Balaca da station'in içərisindən görüş eləyək. Əlbəttə ki, qabaqki filmlərdə vardı. Bəli, yenə təkrar. Çox ləzzət edir mənə. Çox gözəldir, çox təmizdir, çox mürəttəbdir, vaqəən görməlidir. Onun üçün mən hər nə qədər də video çəkirəm, ya şəkil çəkirəm, doğrusundan görmür mən. Sizləri də bilirəm ki, hətmən beləsin. Tükandır, bazardır, station'in təmizliyidir, millətin adab rüsumlarıdır. Yəni bir dənə gelsən, kahve içsən, o kahve içməğa əslən görmən gərək. Görəsən necə belə təmiz, tamam servisləri. Yəni qaşıqdan sən gələ, duzdan, nəməkdandan, hər nə mənə ağlıva gəlsə, o bir dənə servisdə sənə tərtəmiz, behdaşlı, kamilən vardı orada və əl-ayağı yumaq üçün, yedin, içdin, qutuldun, orada belə əl-ayaq yumaq üçün çox belə təmiz, əslən xəbər eləməli də. Bu da ki, tükan bazarlarda da vaqən ləzzət eləməli. Ümidvaram ki, istəyənlərə, bilirəm ki, hər kəs Japon məmləkətini çox sevir. Mən də 30-40 il arzudan sonra gəldim, çıxdım və mənim böyük arzumu Shirakawa-godur ki, ora getmək üçündür. Mən elə o qədər, məsələn, modern şəhərlərə o qədər əlaqəmənd olmuram. Amma görmək də istəyirəm. Amma çoxu əlaqəməndəm o qədimi şəhərləri, məsələn, balaca yerləri görə, balaca kəndləri görə. Amma siz əzizlərə demən, haracan imkan var, şimaldan cünuba, yəni Japoni və o biri məmləkətləri, Vietnamdır, Filipindir, onları da filmlərimdə baxıb bilərsiniz, görərsiniz. Pəs bahəm olaq, yavaş-yavaş gedək Shirakawa-go kəndinə və oranı görüş eləyək. Burası da dostlar, xidmətinizə belə yetirim ki, burada bir teydə sənduqlar görürsünüz. Belə bir sənduqlar. Bura hududan beləsi yazıbdır ki, 800 yen verirsən burada. Burada əgər kifin ağırdır, o yan bu yana dolandıranmısan, qoysan burada qalır 24 saatı da açıqdır. Və kifi qoy bura, çıx get girən, gəz dolan, axşam saata gəl, aç, götür, çıx get. Bu station'dadır yəni. Fikir edirəm, tamam station'lərdə də var, heç olmasa böyük station'lərdə hətmən bu sistem var. Çox gözəl bir sistem. Şimdi bunlar gördüyünüz kimi, bax, istirlə burada, çəmədənlə qoyarlar, bunları çıxala gedərlər. Üçün ağırdı istəmirlər dolanırlar. Behdaşlıdır, dəstşuylarıdır. Bax, burada uşaq üçün, kif üçün, nə bilim, hər bir şey, hətta tualetlərdə də çox olsun, tualetlərdən gələrək isti vardı tualetdə. Yəni, üçün oradan baxsaq, bərq vardı, isti vardı. Oturanda, yəni, isti verir, rahat, dəstşuyu verirsən. Çox sağ ol. Yəni, heç məmləkətdə bu sistemi görməmişəm. Bax, burada baxsaq, burada
Bir dənə onu vurursan, bu səs salır. Səs ondan ötürü ki, bir boğulsan, səs tolid edəsən, o səsi mütəvəccüh olmasın burada. Sprey var burada, yumasıdır, saxlamasıdır, flaşıdır. Çox güzel. Hətta burada suyun azalıb çoxalması. Bunların sistemləri. Yuma yerləri. Okey dostlar, bizim otobusumuz hazır oldu Şirakabago'ya. Bu otobusumuz hem gedir. İnşallah ki səfərimiz yaxşı olar sizin dostların köməkliyi ilə. Bu otobusumuz çox gözəl. Hava peyma kimi. Otobus hərəkət elədi stationdan. Burası da tüneldi. Çıktık tünele. Uzun bir tüneldi. Ben vəsəti tünelden başladım film yutmaq. Bəli ki çox uzundu. Bunlarda baxsaz tüneldə biz Sududan 15 dəqiqə yol gəldik. Bunlara baxsaz feylən bunlarda qar vardı. Yəni Japonun heç tərəfində yox. Burada indi aprel ayıdır. O tərəfdə ağaçlar gül açıbdı. Nazakada ya məsələn Kanazabada, Tokyoda. Bəli burada feylən qar vardı. Yəni buradakı belə qar var indi. Demək olar qışda bura gəlmək çox qeyri-mümkün bir məsələdir. Bəllidir ki, servisləri çox mücəhhəzdir və gələ bilirlər. Yetişdik Şirakabago'ya. Kəndinə başlayaq, görək. Halara gedə bilirik. Dostlar, bu kəndin baftın neçə illər bundan qabaq düzəldiblər. Bu duvarlarından, bu qarlarından sizlərə göstərdim. Sudakı dağdan şır şarıldayır. Buranın çoxlu millət gəlir nə mənəsinə bu evlərdən ötür. Yəni baxsaz burada samandan bunların səxvlərin yanı damların samandandır. Bax belə yaxından görsədə biləm. Görürsünüz çox bax oradan baxsaz görəsiz hududan yarım metri hududunda səxvin samanı var üstündə ki bunu o şibin də çox divar kimi eləyiblər. Yəni 90 dərəcə demək olar ki şibi vardı. Yəni qar gələnlərə bilafasilə ərisin ya tökülsün gəlsin ki qalmasın ki səxvi yatırda bilər. Çox gözəldir. Fövqəladə gözəldir. Məsələn bu əmmarə kimi bir yerdir. Gələmənin səxvin çox görürsünüz qalından samandandır. Küləş deyərdik biz buğda yarpağı. Buğda yarpağı. Mən bəzi bir kəlmələri doğrusundan yadımdan çıxıbdı. Yəni çöpləri, buğdanın qənətləri, çöpləri onlardandır, küləşdən. Biz küləş fikirləyirəm deyərdik. Küləşdir. Bu məsələ səxvi bir cür görürsünüz ki çox şibin çox eləyiblər ki bilafasilə yəni qar bir balaca hava oldu tez tökülsün gəlsin qalmasın səxvidə.
evlərin gözəlliyinə baxın. Fövqəladə gözəldir, fövqəladə gözəldir. Burada küləşlər var, bu küləşlər bax burada. Dövrəsinə də hətta bu işi görüblər. Az burada görürsünüz ki, bu ağa qarın indi içərisindədir. Ben istəyirəm bu film biraz uzun olsun, çünkü bura gəlmək biraz çox zordur. Ola bilər ömrən də bura gəlmək olmuyor. Və hər qətələrindən, qismətlərindən video çəkəm, film biraz uzun da olsa, məsələsi yox, çünki bir dəfəlikdir. Bu ağa burada bir dənə Adəm mərfi düzəltdi. Mən də bunun bir şəklini götürürüm. Hanım korka oradan gedir. Biraz ansız yer. Bu tərəfdəki belə gördüyünüz kimi dağlar, bütün cəngəlllik. Xoşbəxtانه bu gün hava fövqəladə gözəldir. Fövqəladə gözəldir şansan. Və axşamlar deyir sərin olar. Əlbəttə ki qar var, bəllidir ki sərin olar. Bizdəki saat 4-əcən təəssüflərlə qeyd edəcəm. Bəli, çox istərdim ki buranın mən günəş batdığım və günəşin çıxması səhərin görəm. Bəli, təəssüflər ilə burada hotel mütləq, yəni ev heç vəsində tapa bilmədim. Yəni qədimi evlər də olsa, hər nə mənə olsaydı, hazır idim ki, azından bir gecə qalam. Yəni 2 gecə vəsə qoymuşdum. O da heç vəsə yer tapanmadım. Gərək mən neçə gün qabaqdan oteli rezerv eləyəydim. Burada qədimi, məsələn, sünnət evlər var, onları kirayə verirlər. Daha istərdim onlar ola ki, qədim biz yerdə yatardık, yorgan döşək. Eləsi bir bunlar sünnətlərini saxlayıblar. Hətta şəhrin Tokyoda ya Osaka'da da bu cür bir şeylər, evlər Hiroşima'da vardı. Və hotellərdə də yerdə yatma bir hotellər var ki, Capsule Room da deyirlər. Ki, indi mən Kanazava'da Capsule Room'dayım. Gözəldir də, yəni bir dənə gecə yatsan yetər. O qədər, yəni səhərdən axşama eşikdəsən. Bəli, təəssüflər ilə mən buranın gecəsin və o çıraqların yanması buranın çox-çox gözəl mənzərəsi olur. Onu görmək istərdim. Günün batmasını və günün çıxmasını istərdim. O da təəssüflərlə qismət olmadı. Görək gələcəkdə necə olur. Bu dağların suyudur, yəni der həqiqət qarlarınki də əriyir gəlir. Hətta baxsam buradan damcı hər tərəfdən. Onlar da qarlarınki də əriyirlər, günüzlər gəlirlər. Çox mənzərəli görsənir. Bunların qabağında simanzat vırıflaşıb dağı aşıb gəlməsin, tökülüb gəlməsin. Başa baş bu işi görüblər. Məsələ burası Abşar modeli. Çox gözəldir. Baləcədən dağdan sular şırır gəlir, çox gözəl. Turist gəlib. Yəni bura bir uca yeridir. Buradan kət qəşə hər tərəfi görsənir bu ucuya gedəndə. Bu ucadan çıxırlar, baxırlar.
şəhrin hər tərəfinə. Bəli, vaqəən gecəsini çox istərdim burada olam. Bir yarım saat, 1 saat görüm. O da ki olmadı, saat 4-də getməliyim. Bura üst təpədir. Çərxlə də, maşınla da, hətta piyadə də həm o da gələ bilərsən. Çox böyük bir belə məntəqədir ki, buradan şəhər gözəl görüşür. İstəyirəm ki, sizlərə də görsədəm bu gözəl mənzərəni. Gecəsi buranın fövqəladadır. Mən videolarına baxmışam və bilirəm ki, çox gözəldir. Baxdığınız kimi görün mənzərə nə mənə. Fövqəladə gözəl. Buradan çəkək qaba, əlbəttə qabaqlara gedəcəm. Onlardan görsədəcəm. Amma bu təpədən də bir baxaq. Biraz güneşdir milletin. Bunlar istəmirlər. Güneşə adətləri yox elə. İstəmirlər ki, gündəyə bəziləri çətir tuturlar. Bunlar çoxu çətir tuturlar. Fövqəladə gözəl. Bir dənə də buradan görüşümüz olsun. Buradan ki çox gözəl görsənir o xiyaban. Aşağıda. Yerim siz də gördünüz daha hududu. Fövqəladə gözəl. Baby tourist as well. Bir tək evdə burada var. Və bir abşar. Bir də götürmüşəm. Bir də tikrarən götürürəm. O tapıyacaq. Qarışı görürsüz evlərin qabağında. Hətməl onları damlardan töküblə qıra. Burada da yavaş-yavaş əriyə gedir, amma təəssüflərlə neçə ilin təəssüflərlə xoşbəxtانه ilin qar gəlincən də bunlar əriyib qutulmayacaqdır müsəlləmən. Bəyə də əriyə üçün hələ isti vaxtlara qalır. 2-3 ayda, Cunculayda əriyə bilər. Bu səxvi bəllidir ki, taza vurublar. İndi şahid 5-10 ildir. Belə tazıya görsəniz. Burada bir tədad məntəqələr, yəni turist gərək gəlməyə, xüsusidir. Əgər gəlsən də, turist də gəlsə, gəl bunlara bizlər ayaq qoysaq gərək riayət eləyək. Ehtiram qaydalarıq bunlara. Daha asayişinə hədmə vurmayaq. Bu lap qədimi məsələ, gözəl bir ev. Dağın lap ətəyində. Çox gözəldir bu. Çox gözəldir. Burası da restoran halətində bir yer, bəli bir şəxsi görmürəm. Bunların bir dənə bir internetdə oxuduğum kimi İter adında bir yeməkləri var. Ona advice veriblər, o meyl eləyək, amma
Elə bir şey görənmirəm hələ Feylənin restoran, açıq bir yer. Ah, 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 ah. Burada bir muzedir ya. Bu o muze olacaqdı ki, gəlirlər. O görə nasıldır görürsünüz nə halətdə ağaçlarla, küləkləri vurublar. Burada gəldik bir dənə, bura Nagasi House deyirlər, Nagasi House. Gördüyünüz kimi bura. Bura muze kimi bir yerdir, necə bir yerdir. Bura girməyə, bura gedək və görək nələr var. Başmaqları çıxartmalısan, bura qoymalısan. Sonra yola düşməlisən. Əxdi, sudur qənov, yəni. Suya yeşsə gəlibəli balıq var içərisində. Çünki qabağını tutublar. Su burada durur, yavaş-yavaş gedir. Elə bir halətdə ki, balıqlar buradan gedəməsin. Burada Allah aksamı balıqlar o qənovda. Nə canlı gəlirlər. Baxın, görün nə qədər qar var. Yəni qarı səndəlin də öyrəsi. Bu ucalıqda qardır. Qar da yavaş-yavaş əriyir. Bəli, buranın səxvi yoxdur, elə bura. Qarı içərisini deşib, o səndəri çıxasınlar eşiyə. Bu halətdə qalır. Bir balaca tükan bazar var. Burada da sudan, Nuşabədən qoyubla sərinləsiniz. Burada sərinləməyə da ehtiyac yox. Bu tükan bazar da budur. Burada bir tədəf bir şeylər satırlar. Hazır bir qəzalar satırlar və burada da millət oturub baxın mənzərəsinə çox çalıb. Burada da oturub da millət meyl edir. Dörd-dörüyə yenə buradan da bir tikrarən baxaq. Dediyim kimi mən o qədər buranı sevirəm ki, istəmirəm heç bir qədəmi də əldən verəm. Hər tərəfini istəyirəm, görəm və siz əziz dostlara da göstərəm. Ah. Simply beautiful, beautiful, beautiful. Ah. Breathtaking place. Look at here. Yəni bu mənzərədə çıraq yananda gecələr fövqəladə gözəl görsənir. İndi bir tərəfdə əyə bunların şəklini tapsam ki, gecə əksini salıblar görsədəcəm. Bu bina çox gözəldir. Nədir? Fövqəladə gözəldir. Burada nədir? Muzedir. Ya nədir? Balaca. Bir balaca dörd yollu bir kəndin ortasında yer. Bir dörd-dörə dolandıraq. Bu dağı çox gözəldir. Xanım görək gedir qarın üstünə yıxılmaya. Burada tükan bazarları, libasları, nə bilim yeməkdən, içməkdən.
Burada bir uzun yoldu geydəndə və ya buradan geydəcəyik. O bu sağa tərəfə baxaq, sonra gedək sol tərəfə. Və ya da gedək bu yolu başa verək, sonra geydək sol tərəfə. Yaddan çıxmaz. Hava təqribən istidir, bəstəni satırlar. Biz də deyək, biz tray eləyək buranın da bəstənisini dadaq, görək nə ləzzət verir. Bunların bir yaşayan adamlarından biri. Təqribən bu dehkədənin bura axirləridir, yəni o qədər bir böyük bir yer deyil. Çox balacadır, bəli görməlidir. Tikrarən yenə məzədə yetirim ki, buranın gecəsi fövqəladə gözəl ola bilər. Elə ki, mən filmlərdə baxmışam. Dostlardan filminin götürüblər, videolarını qoyublar. Onlarda baxmışam və şəkillərini görmüşəm. Çox gözəldir. Yəni bu cür qaranlıq yerdən baxasam və bu mənzərəni işıq halətində görəsən, dağlara tamaşa eləyəsən, çox gözəl olar. Gözəl məntəqədir, çox gözəldir. Gördüyünüz bunların vərvə sahillərindəndir ki, bunların başmaqlarıdır. Qarda başmağın altına salırlar bunları ki, züyməsin bunlar. Burada bir dənə müsafirxanadır. Bəli, təəssüflərlə çox əfsus edirəm. Bura mən bir gecəlik də olsaydı tapanmadım, yəni bir gecə qalan. Bunların böyükləri, bunların süpürgə mərmərləri, bunların dükan bazarları. Ağad içərdə yaşlı adam 80-80 belə görsədir, burada çalışır. Dükan bunundur da. Dükanın sərqifli bu adamındır, bəllidir. Burada da dünyaya gəlib, burada da rəfi zəhmət eləyəcək. Belə bir şeylərdən satıb yaşamını da geçindir. Bəzi bir şeylər baş tapmalı da nədir məsələn? Bu nədir? Qərib. Baş tapmıram nədir? Bu mənzərəni ki görürsünüz, bu buranın gecəsidir. Bir daha tablodadır bu dükanla. Bu da bir ayız. Yəni belə bir mənzərəli bir yer. Məcmuən baxanda. Və qar da yağır orada. Əlbəttə buranı demədim. Buranın qar yağan fəsli daha çox gözəl olur. Ki biraz zordur gəlməsi. Burada qar yağan zamanıdır. Tablo da orada bir dənə. Bu da bir tablosudur. Dostlar, bir dənə bu körpü var. Yəni bu körpü tərpəşi, suspension bridge deyirlər. Muallaq. Muallaq körpü. Muallaq körpü ilə bu suyun üstü ilə
O tərəfə geçmək istəyirik. Baxsaz da çoxlu insan var. Qədər başacan. Hə? Çox gözəl. Bunun idaməsində burada dərəni görürsünüz. Şu su var. Ama bu körpü yani terpeşmir yani sabit bir körpüdür. Ama titirir ya böyle. Ne bileyim böyle titreyen kimidir? O dövrələri də bir görsədim. Bu da suyun qırağı. Dərə var. Dövrəbər. Arlar. İnsanlar. Ha, bu tərəf körpü. Çox mənzərəlidir. Çox mənzərəlidir. Əfsus gecəni olanmadıq. Əfsus. Qismət. Burada da bir dənə qoyan muzə vardı, bir baləcə muzə var. Ki bunlar necə yaşardılar, və vəsailləri nə idi, şəşavəziyə nə mənə işlədərdilər. Onları zadı göstərir ola bilər. Şəkil aldıq, gedək baxaq görək bunların qədim yaşayanları nə cürmüş burada. Kaşoyozu Kori Minka adında. Buradan bir hududan 2 pon yarım pul alırlar. Ki buranın saxtı sazına, təmirinə, zana yetişələr. Yaxşı fikirdir də. Bir balaca göstərirəm. Bunlarla elə bir şey başa düşmək olmaz. Burada filmin qoyublar ki, bu saxtavanları necə düzəldirlər, millət necə yaşayırmış. Nə cür bu evləri düzəldiblər. Burada filmi qoyublar. Buradakı oturub baxmaqla başa gəlməz. Buradan üst təbəqəyə gedir. Bu mərasimi, məsələn, izdivacları, bu cür bir şey. Əhzilərin qoyublar. Üstə çıxaq görək, üstə nə var. Məsələn, bunu kimi düzəldib, bu içəriləri tazadır, təmir edib. Bəli, bu, məsələn, bu halətdə aradan getmişidir, yəni. Cür xərab olubdur, məsələn, gətirirlər, təmir edirlər. Bu cürüymüş, yəni bu bina bu cürüymüş. Bu halətdəymiş, gördüyünüz kimi. Gətiriblər, təmir ediblər, indi bu cür, keçdən gördünüz, bu cür təmiz qalıb. Burada da ki, düyü əkirlər. Bu da qış fəslidir. İşıqları görürsünüz, çox gözəldir. Bu da ki, gül açan vaxtıdır. Bu zamanlardır. Qəribən. İçərisində də məndən sonra elə adam yox idi. Heç adam yox idi. Bu da buranın dəyirmanıdır. Ola bilər ki, suyu oradan su təvəssütü ilə oradadır. Görə bilirsiniz ya yox. Gördüyünüz kimi su təvəssütü ilə fırlanır. Bunlar dəyirman olardı, bilmirəm indi buradan yaxınlığa getsək bəlli olacaq. Bu cür rutxanədir dövrələri. Su gedir. Balaca evlər var. Bu muhabbətə olubdur buranın muzəsi. Yəni bu evləri görmək, bunları gördük elə dövrəbərdə. Həli dedik burada da bir fərqli bir şeylər olar. Hətmən də ki olacaq.
Daha da görək. Buradakı su yığışıbdır. Bu su buradan yavaş-yavaş gəlir. Burayla gedir. Buradan gedir. Tökülür o dərmanla, fırlanır o çay. Bunlarda yani insan yaşamır. Bura haləti muzəsi vardı. Bunlar daha qədimidir. Kullan bu cür qalıb. Bunları yavaş-yavaş təmir edirlər. Saxlayalar. Hər tərəfdəki sudur da. Su hər tərəfdə bollu sollu gəlir. Qardır, sudur. Həli təşəkkür ki, Allah'tan büyük nərmə, gözəl hava oldu. Yani burada yağış olsaydı, qar olsaydı daha da yaxşı da ola bilərdi bəli. Yağış olsaydı biraz halgir olardı. Binanı ki görürsüz, buranı təmir eləyiblər. Səqfin bəllidir. Yəni məsələ şayad 5-6 il, 10 ilin işidir bu. Səqfin təmir eləyiblər. Tökülmüşmüş, səqfin təmir eləyiblər. Həmən halətdə, həmən küləşlərlə bu cür şibin çox sərazir edirlər ki, üz aşağı olsun. Yəni bilafasilə qar ərisin, tez tökülsün, gəlsin, ağırlamasın, çox qalıb qalmasın. İllət odur ki, bunun şibin çox aşağı eləyiblər. Hamısı yəni bu cür. Bu binanın içərisinə görək nə var burada. Bax. İkinci budur ki, başmaqlarını çıxartmalısan. Burada. Bunların vəsailləri, təxtə tabaqları. Burada başmaqlarını çıxartmalısan, getməlisən. Bəs ki, heç kəs yoxdur, bəli. Ehtiram eləməlisən. Bunların zəmbilləri, kifləri, yəni ipləri, mərməri süpürgələri. Bizim cəhrəmiz var idi, belə cəhrələri kürəkdən, nə bilim, belə bir şeyləri ki, işlədirmişlər. Çox gözəldir. Bunlar əsbab əsasiyələri ki, təxtədən, əmbir dəst kimi belə bir şeylərdən, təxtə yonmaq üçün çizer deyirik biz. Belə bir şeylərdən və burada bir tədad heyvanatlar işi var. Heyvanatlar da burada ayı var. Dağlarda zatda. Bu dağlar, bu ayıları zadı görsədir. Bu suzat bunlarla gətirirlər. Dolçaları. Nə bilim, bəzilərimiz görməmişik. Bu da zingirov. Belə çıraqların o əvvəlcə fanus. Bəli, bizim fanuslardan da burada bəs çox varmış. Əlbəttə ki, gəldim, hər yan biriymiş. Bir sistemiymiş. Burada bəzi var vəsailləri. Amma vəsaillər heç bir tədadın bilmirəm. Qəza pişirmək üçün. Hətta başmaqları, bu başmaqlara baxsaz, çəkmə halətində qardan ötürüdürlər. Burada da bir tədad başmaqlar qardan ötürüdür, qarda gəlir. Burada da küləş-müləş var. Nə bilim, nədir, səndəldir. Bunu da hətmən heyvanata bağlaymış, oturmuşlu üstündə çəkilmişlər. Belə bir şeydir, saatına bax. Saat. Və burada pişirmək üçün, bax, hala da burada mən görmüşəm bəzi restoranlarda. Bu halətdə saxlayıblar. Yəni o, hətta taza şəhərlərdə, məsələn, Ozakada, ya bilməm, Hiroşimada da gördüm.
Bu cür qəzanı bu halətdə də hala da bişirirlər bunlar. Məsələn, bu səpkidə, qədimi səpkidə bunları adətlərini saxlayıblar, sağ olsunlar. Burada var vəsaitləri. Binalarda da məndən sonra heç kəs yox. Otağı idi, mən fikir edirəm, niyayişdən ötürü də hətmən. Hətmən elə bir şeydir. Bura o otaqdır. Hələ görürsünüz necə gözəldir. Təxtələrinə baxın. Otağın modeli. Çox gözəl. Amma bura qışda çox soyuq olar. Gör necə soyuq ola bilər. Bu qapıları açanda. Qapılar da necə düzəldiblər ki də burada da. Bu isti gərmayışı buranı qızdırmaq üçün də burada kürsü halətində elə buymuş. Qəzanı da burada pişirirmişlər demək olar və burada da qızışırmışlar ev. Ayrı bir şey görənmir. Ağaçda kəsmək üçün ərələri, zatları burada. Məsələ bu adam budur burada. Aha. Bunu ki görürsünüz burada məsələn taxıb belinə. Onunla gedir, ağaçda da onun üstündə çəkirlər, aparırlar ki, bücür böyük ağaçları çəkib aparırmışlar onun üstündə, qarırıqdır. İndi bu vəsilə həmən odur. Bax, belə ağacı iskimu halətində də aşağısında baxsaq görərsiniz ki, qarın üstündə sürüyürmüşlər, belə ağacı aparırmışlar. Gözəl. Bu da bunların dostlar, belləri, məsələn, o zəmini zadı traktorlar ki, indi fırlanırlar. Məsələn, yeri qazırlar elə. Bax, o zaman bunlar gör neçə illər bundan qabaq bu işləri görürmüşlər ki, vaqəən sənətləri çox qabaqmış. Bax, görsədim, bura girmək yoxdur, icazə yoxdur. Bax, belə bir şeylər. Belə vəsaitləri varmış o zaman. Və səxvə də bu taxtaları ki, görürsünüz, bunlar bambu ağacıdırlar. Ki bu səxvi ki görürsünüz, məsələn bu bir daha saxtamanın içərisidir. Bu cür istraktörü bu cürsüdür. Belə düzəldirmişlər. Bu cür taxtadan hər bir şey. Və küləşlər də ki görürsünüz, küləşlər də orada. O da küləşlər. Burada bir dənə ayrı saxtaman, gənə başmaqlarımızı çıxartmalıyıq, gəlməliyik içəriyə. Bu o küləşlər. Bu da birinin yaşayışıymış. Bu da bunun ev eşiymiş. Bax, elə o çaydan, nə bilim, dörd-dörə də burada otururlar da, otururmuş. İndi də ki otururlar, indi də ki otururlar. Bunların başmaqları genə təkrar burada. Əmva vaxtam, dən payı, başmaq, çəkmə. Bunlar qar üçündür. Məsələn, bu bir də əksisidir. Görürsünüz burada, əksisidir məsələn. Bunlar başmaqları, küləşdəndir yəni bunlar. Küləşdəndir. Burada Japonu hətmən yazıb əli vurmayın. Biz də vurdıq. Bu məsələn, vəsaizət qoymaq üçün uşaq vəsaizət bir səbətdir. Hər bir şey əllə. Bax, bu da ki necə toxuyurmuşlar bu dəstgahını. Bu model. Bunlar atay bizdə də bir şeylər toxuyardılar parçadan, ipdən. Elə. Burada indi əksilərin görsədir ki, bunlar nə cür bu işləri görürmüşlər, bax. Bu halətdə. Bunlar da vəsaitləri. Və burada baxın, əksilərdə həmən bu işləri görürmüşlər. Bu model. Bura 3 təbəqət.